Hər kəsə salam, mən Daşqın Adgüzalov. Bu gün sizə investisiyanın idarə edilməsi fənnindən növbəti bir mövzu, investisiya mühitinin formalaşması haqqında danışacağam. Planımız 5 sualdan ibarətdir. Birinci sual pul kapitalına investisiyalar. İkinci sualımız real kapitala investisiyalar. Üçüncü sualımızda investisiya qoyuluşlarının həyata keçirilməsinin zəruriliyi. Dördüncü sual investisiya haqqında nəzəri fikirlər. Beşinci sual investisiya mühiti haqqında olacaq. Birinci sualımız pul kapitalına investisiyalar pulun qazanc gətirməsi üçün onu hər hansısa bir sahəyə yatırmaq, yəni investisiya etmək lazımdır. Əlbəttə ki, investisiyanı həyata keçirən zaman kapital qoyuluşu ilə bağlı risklər meydana çıxır. Onun üçün pul kapitalını düzgün şəkildə dəyərləndirmək və qiymətləndirmək üçün investisiya növünə diqqət yetirmək lazımdır. İnvestisiya aktivi aşağı qiymətə alıb daha yüksək qiymətə satdığınız zaman işləyir. Hər hansısa bir şirkətə və ya dövlətə məxsus istiqrazları alaraq verdiyimiz borca görə ödənilən faizə qazanc gətirir. İnvestisiyanın sizə qazandırdığı bu gəlir növü kapital qazancı adlanır. Yəni hər hansısa bir şirkətin və yaxud dövlətin malik olduğu istiqrazları alırıq və verdiyimiz borca görə bizə ödənilən faiz kapital qazancı adlanır. Sərmayə qoymaq pulu artırmağa çalışmaqdır. Səhmlərə və ya istiqrazlara investisiya zamanı həmin kapitalın şirkəti və onun idarə heyətinin nəzarəti altında işləməyə başlayır. Bəzi risklər olsa da, bu kapital qazancı yaxud dividend və faiz axını şəkildə müsbət gəlirlərin əldə edilməsini təmin edir. İnvestisiya olmadan şirkətlər iqtisadiyyatı inkişaf etdirmək üçün lazım olan kapitalı cəlb edə bilməzlər. İnvestisiya ehtiyatları və ya kapitalın dövriyyəsini daha dərindən təhlil etdikdə aydın olur ki, onun ayrı-ayrı hissələri müxtəlif sahələrdə sürətlə dövr edir və özlərinin dəyərini istehsal olunan məhsulların üzərinə eyni cür keçirmirlər. Buna uyğun olaraq kapitalı iki yerə ayırmaq olar. Birinci, əsas kapital, ikinci, dövriyyə kapitalı. İnvestisiya əmtələrinin istehsal prosesində uzun müddət iştirak edən, öz dəyərini hazırlanan məhsulların üzərinə xidmət etdikləri müddət ərzində hissə-hissə, tədriclə keçirən, yararsız vəziyyətə düşüb təsərrüfatdan çıxana qədər ilkin formasını saxlayan hissəsinə əsas kapital deyilir. Bunlara binalar, tikililər, qurğular, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və digərləri daxildir. Əsas kapitalın özünü də iki yerə ayırmaq olar. Birincisi, istehsal təyinatlı əsas kapital, ikincisi, qeyri-istehsal təyinatlı əsas kapital. Birinciyə istehsal sahələrində sənaye, kənd təsərrüfatı, yük nəqliyyatı, tikinti və s. istifadə olunan əsas kapital ünsürləri. İkinciyə isə qeyri-istehsal sahələrində mənzil kommunal təsərrüfatı, təhsil, səhiyyə, elm, mədəniyyət, incə sənət, dövlət idarəetmə orqanları, kredit sistemi və başqa xidmət sahələrində istifadə olunan əsas kapital ünsürləri aiddir. Firmaların istehsal potensialı, başqa sözlə, hər hansısa bir zaman kəsiyində lazımi çeşiddə və keyfiyyətdə məhsul buraxmaq qabiliyyəti istehsal təyinatlı əsas kapital ünsürləri ilə müəyyən edilir. Bəzi hallarda istehsalla məşğul olan firmaların istehsal gücləri haqqında danışılır. Lakin elə hallar da olur ki, istehsal güclərindən tam istifadə olunmur. Onların bir hissəsi yeniləşdirilir, bir hissəsi təmir olunur, bir hissəsi isə işçilər tətil etdiklərinə görə yaxud istehsal olunan məhsullara tələbat olmadığına görə boş dayanır. Hər bir ölkədə investisiya siyasəti, o cümlədən regionların investisiya təminatı dövlət tərəfindən müəyyənləşdirilir və stimullaşdırılır. Bütün iqtisadi münasibətlər tənzimləndiyi kimi, investisiya fəaliyyəti də tənzimlənir. İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin aşağıdakı formaları vardır. Birincisi, vergi sistemi.
vergilərin dərəcələri, amortizasiya ayırmaları, normaları. İkincisi, maliyyələşdirmə, kredit sistemi, dövlət mülkiyyətinin özəlləşdirilməsi. İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin ən səmərəli metodu vergi mexanizmidir. İnvestisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə vergilərin azaldılması və onun strukturunda dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilir. İnvestisiya mühitini yaxşılaşdırmaqla uzunmüddətli kapital qoyuluşunun həyata keçirilməsinə, daha çox gəlir gətirən sahələrə kapital axınına şərait yaradılır. Bu mühitin yaxşılaşdırılması məqsədəuyğun investisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı tədbirlərdən də asılı olur. Dövlətin həyata keçirdiyi investisiya siyasətinin əsas vəzifəsi iqtisadiyyatın ayrı-ayrı sahələrinə investisiya qoyuluşunun artırılması məqsədi ilə əlverişli şəraitin yaradılmasından, investisiyaların infrastruktura yönəlməsindən, sərmayədarların maraqlarının qorunmasından ibarətdir. Vergi vasitəsilə investisiyanın ümumi həcminin tənzimlənməsinin təsirli vasitəsi ayrı-ayrı ödəyicilərə verilən vergi güzəştləridir. Belə ki, mənfəətə vergi hesablanarkən bütün müəssisələr istehsal və qeyri-istehsal təyinatlı kapital qoyuluşunun maliyyələşməsinə yönəldilən, mənfəətdən ayrılan məbləğə qədər vergiyə cəlb edilən mənfəəti azaltmaq hüququ alır. İnvestisiya qoyuluşunun səmərəliliyinə təsir göstərən amillərdən biri sosial sığorta ayırmalarıdır. Sosial sığorta haqları əmək haqqı fonduna nisbətli hesablamaqla məhsulun maya dəyərinə daxil edilir. İnvestisiya qoyuluşlarının səmərəliliyinə təsir edən mühüm amillərdən biri vergi bazasının həcmi ilə əlaqədardır. Belə ki, vergi güzəştlərinin azaldılması pul sərfinin artmasına səbəb olur. Bununla yanaşı, investisiya qoyuluşlarına aid edilən qərarın verilməsi zamanı vergi tutulan mənfəətin hesablanmasında faktiki çəkilən xərclərin daha böyük hissəsinin nəzərə alınması istiqamətində dəyişikliklərin həyata keçirilməsi, onların rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İqtisadi inkişafın təmin olunması istiqamətində investisiyaların iqtisadiyyatın səmərələşdirici rolunun müəyyən edilməsi baxımından bir sıra nəzəri fikirlər formalaşdırılmışdır. Hələ neoklassik nəzəriyyə tərəfdarları şəxsi yığımların əmələ gəlməsi qanunuyğunluqlarını, investorların davranışı və investisiya qərarlarının verilməsi motivlərini əsaslandırmışlar. Məşhur Amerika iqtisadçısı James Tobin portfel investisiyaların seçilməsi nəzəriyyəsini işləyib hazırlanmış və belə nəticəyə gəlmişdir ki, investorlar daha yüksək dərəcəli risklə az riskli fəaliyyəti optimal uzaqlaşdırmağa çalışırlar ki, öz qoyuluşlarının tarazlığa nail olsunlar. Bununla yanaşı, onu da deyə bilərik ki, investisiya qoyuluşlarının iqtisadi inkişaf baxımından əldə olunan nəticələrin məsrəflərlə müqayisə olunmadığı müəyyən həddə qədər həyata keçirilməsini məqsədəuyğun hesab edirdi. İnvestisiya qoyuluşlarına həlledici əhəmiyyət verən nəzəriyyə məşhur İngilis iqtisadçısı Keynesin iqtisadiyyatı tənzimləmək üçün irəli sürdüyü nəzəriyyə olmuşdur. Dövlətin iqtisadiyyata aktiv müdaxiləsinə üstünlük verən John Maynard Keynes iqtisadi inkişaf və sabitliyə nail olmaq istiqamətində investisiya qoyuluşlarına xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, məhz investisiya qoyuluşlarının həcmində baş verən dəyişiklik iqtisadi işgüzar aktivliyin təkanverici qüvvəsidir. Keynes investisiyaların səviyyəsinə bir çox amillərin, o cümlədən yığıma olan meylin təsirin göstərilməsini qeyd edirdi. Bu gəlirin o hissəsi hesab edilir ki, bilavasitə yığıma yönəlmişdir. İnvestisiyalara həlledici əhəmiyyət verən Keynes onun mənfəətliliyini, onlardan gözlənilən gəlir və gəlirin nə qədər çox olması ilə istehsalın miqyasının və templərinin də bir o qədər çox olacağını göstərirdi. Bu nəzəriyyəyə görə dövlət faizin səviyyəsini tənzim etmək vasitəsilə və ya ictimai digər sahələrdə investisiyaları həyata keçirməklə onlara təsir göstərə bilərdi. Keynesin
tələbin artımına mane törədən amillərdən biri kimi investisiya qoyuluşlarının səmərəliliyinin az olmasını göstərirdi. Belə ki, yığılmış kapitalın həcminin artması ilə mənfəət norması kapitalın məhsuldarlığının azalması qanununun təsiri altında aşağı düşür. Əgər mənfəət norması faiz normasından elə kəskin fərqlənmirsə, onda istehsalın genişləndirilməsindən və modernləşdirilməsindən yüksək gəlirin əldə olunmasına ümid etmək daha az cəzbedici olur. Buna görə də investisiya əmtəələrinə tələb aşağı düşür. Tədriyə qabiliyyətli tələbin genişləndirilməsində həlledici rol oynayan investisiyaları Keynesə görə aşağıdakı yollarla artırmaq olardı. İlk öncə bankların və digər kredit təşkilatlarının kredit faizlərinin aşağı salınması vasitəsilə. Bu zaman qoyuluşların son səmərəliliyinin yüksəlməsinin təsiri altında investisiyalar artacaqdır. İkincisi, dövlət xərclərini, yəni dövlət kapital qoyuluşlarını artırmaq və əmtəələrin dövlət tədarükünü genişləndirmək vasitəsilə. Üçüncü, kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsi vasitəsilə. İnvestisiya mühitinin qiymətləndirilməsində fərqli yanaşmalar mövcuddur. Bu mühiti formalaşdıran çoxsaylı özünəməxsus şərtlərin mövcudluğu yanaşmalardakı müxtəlifliyə səbəb olur. İnvestisiya mühitini üç qrupda: birinci, siyasi-ictimai, ikinci, iqtisadi-sosial, üçüncü, hüquqi təşkilati təminat olaraq birləşdirmək olar. Siyasi-ictimai amilə ölkənin daxili və xarici siyasi rejiminin, ictimai vəziyyətin sabitliyi, iqtisadi-sosial amillərə ölkənin iqtisadi inkişaf səviyyəsi, iqtisadi artımın səviyyəsi və onun perspektivləri, inflyasiyanın vəziyyəti, vergi tutma, gömrük və ticarət rejimi, bazar infrastrukturunun inkişafı, əhalinin alıcılıq qabiliyyəti, iş qüvvəsi bazarının vəziyyəti, infrastrukturun inkişaf səviyyəsi və s. Hüquqi təminat və təşkilati tədbirlərə ölkədə tətbiq olunan hüquqi normativ aktlar və investisiyanı cəlb etmək üçün təşkilat və təbliğat xarakterli tədbirləri daxil etmək olar. Məlumdur ki, Azərbaycan çox əlverişli coğrafi mövqeyə malikdir. Bu coğrafi mövqe hələ uzaq keçmişdən başlayaraq özünün müsbət həm də mənfi tərəfini göstərmişdir. Bir neçə güclü ölkənin maraq dairəsində olan bu regionda investisiya axınına birbaşa və ya dolayı yolla mənfi təsir göstərilir. Baxmayaraq ki, Azərbaycan əsrin müqaviləsi adlandırılan neft müqavilələrini artıq uzun müddətdir ki, həyata keçirmişdir. Əsrin müqaviləsi adlandırılan neft sazişi 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikası ilə dünyanın bir sıra aparıcı beynəlxalq neft şirkətləri arasında imzalanmışdır. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq günəşli neft yataqlarının birgə işlənməsini və istehsalın pay bölgüsü prinsipi əsasında idarə olunmasını nəzərdə tuturdu. Müqavilənin əsrin müqaviləsi adlandırılmasının əsas səbəbi onun Azərbaycanın iqtisadi və siyasi inkişafda oynadığı strateji roludur. Saziş, Azərbaycanın müstəqillik əldə etməsindən sonra imzalanmış ilk böyük beynəlxalq enerji müqavilələrindən biridir. Bu, ölkənin iqtisadiyyatını dünya bazarına inteqrasiya etdirdi və neft-qaz sektorunu xarici investisiyalar üçün açdı. Müqavilənin imzalanması Azərbaycana milyardlarla dollarlıq xarici investisiya axınını gətirdi. İştirakçı şirkətlər arasında BP, Böyük Britaniya, Amerika, Lukoil və digər nüfuzlu beynəlxalq enerji şirkətləri çıxış etdi. Müqavilə əsasında həyata keçirilən layihə Xəzərin ən iri neft hasilat proqramlarından biri oldu. Xüsusilə bu saziş Azərbaycanın enerji sektorunda da böyük bir addım kimi göstərildi. Müqavilədən əldə edilən gəlirlər
dövlət neft fondu vasitəsilə idarə olunmağa başlandı və bu ölkədə infrastrukturun, sosial layihələrin, iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əsas maliyyə mənbəyinə çevrildi. Sazişin həyata keçirilməsi ilə Azərbaycanın beynəlxalq arenadakı mövqeyi də gücləndi. Enerji resurslarının nəqli üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri kimi böyük regional layihələr reallaşdırıldı. Bununla yanaşı, müqavilə regionda geosiyasi balansı dəyişdi və Qafqazın beynəlxalq enerji xəritəsində əhəmiyyətini artırdı. Bu müqavilə eyni zamanda Azərbaycanın hüquqi, iqtisadi və texnoloji təcrübəsini zənginləşdirdi. Xarici şirkətlərlə əməkdaşlıq, yeni texnologiyaların, müasir idarəetmə üsullarının, beynəlxalq maliyyə standartlarının ölkəyə gətirilməsinə imkan yaratdı. Həmçinin müqavilə Azərbaycanın enerji diplomatiyasının əsas təməl daşlarından biri oldu. Sonraki illərdə əsrin müqaviləsinin müddəti uzadıldı. 2017-ci ildə 2050-ci ilə qədər uzadıldı. Bu isə Azərbaycanın enerji sektorunun uzunmüddətli perspektivdə sabitliyini və iqtisadi inkişafını təmin etmək üçün mühüm bir addım idi. Beləliklə, investisiya mühiti dedikdə, hər hansısa bir ölkədə və ya regionda yerli və xarici sərmayədarlar üçün yaradılmış iqtisadi, hüquqi, siyasi və sosial şəraitin məcmusu nəzərdə tutulur. Bu mühitin sərmayələrin cəlb edilməsi, qorunması və gəlirliyin təmin olunması üçün vacib rol oynayır. Yəni, bir ölkənin iqtisadi inkişafı və beynəlxalq bazarlardakı rəqabət qabiliyyəti çox vaxt onun investisiya mühitinin keyfiyyətindən asılıdır. İnvestisiya mühitini müəyyən edən əsas amillərdən biri iqtisadi sabitlikdir. İnflyasiya səviyyəsi, valyuta məzənnəsinin sabitliyi, dövlət büdcəsinin tarazlığı, bank maliyyə sektorunun etibarlılığı sərmayədarların qərarlarına birbaşa təsir göstərir. Sabit və proqnozlaşdırıla bilən iqtisadi mühit investor üçün riskləri azaldır və uzunmüddətli layihələrə sərmayə yatırmağı asanlaşdırır. Hüquqi bazada investisiya mühitinin mühüm tərkib hissəsidir. Müəyyən edilmiş qanunvericilik normaları, xüsusilə investisiya qanunları, mülkiyyət hüququnun qorunması, müqavilələrin icrası, mübahisələrin həlli mexanizmləri və ədalətli məhkəmə sistemi sərmayədarlar üçün hüquqi təminat yaradır. Xarici investorlar üçün əsas göstəricilərdən biri ölkədə sərmayələrin milliləşdirilməsi və ya müsadirə risklərinin olmamasıdır. Siyasi sabitlik və dövlətin investisiyaya münasibəti mühüm faktorlardan biri hesab olunur. Hakimiyyətin tez-tez dəyişməsi, qeyri-müəyyən siyasi vəziyyət və ya korrupsiya səviyyəsinin yüksək olması sərmayə yatırmaq istəyən tərəflərdə etimadsızlıq yaradır. Əksinə, dövlətin investisiyaları stimullaşdırmaq üçün vergi güzəştləri, subsidiyalar, investisiya layihələri üçün infrastruktur dəstəyi kimi tədbirlər görməsi mühiti daha cəlbedici edir. İnfrastrukturun inkişaf səviyyəsi də nəzərə alınmalıdır. Yaxşı inkişaf etmiş nəqliyyat şəbəkəsi, enerji təminatı, telekommunikasiya xidmətləri, səmərəli logistika sistemi sərmayə layihələrinin xərclərini azaldır və onların reallaşmasını sürətləndirir. Əmək bazarının vəziyyəti də mühüm göstərici hesab edilir. Təhsil səviyyəsi, peşəkar kadrların mövcudluğu, əmək haqqı xərcləri və işçi qüvvəsinin məhsuldarlığı investisiya mühitinin iqtisadi cəhətdən səmərəliliyini müəyyən edir. Sosial amillər və əhali bazarı da nəzərə alınır. Böyük istehlakçı bazarı, əhalinin alıcılıq qabiliyyəti, urbanizasiya səviyyəsi və mədəni faktorlar da investorlar üçün vacib hesab olunur. Beynəlxalq əlaqələr və xarici ticarət siyasəti də investisiya mühitinə təsir edən əsas faktorlardandır. Ölkənin beynəlxalq iqtisadi təşkilatlara üzvlüyü, azad ticarət sazişləri, gömrük rüsumlarının səviyyəsi və xarici bazarlara çıxış imkanları sərmayəçilər üçün əlavə üstünlüklər yaradır.
Azərbaycanın investisiya mühiti ölkənin iqtisadi, hüquqi, siyasi və sosial reallıqlarını əhatə edir və son 10 illiklərdə nəzərə çarpacaq dərəcədə dəyişmişdir. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra ölkə xarici sərmayələri cəlb etmək üçün geniş miqyaslı islahatlar həyata keçirmişdir. İqtisadi sabitlik bu mühitin əsas dayaqlarından biridir. Azərbaycanın iqtisadiyyatı uzun müddət neft və qaz ixracına əsaslanıb. Dövlət neft fondu vasitəsilə əldə edilən gəlirlər büdcə sabitliyini dəstəkləyib. Neft sektorundan kənarda isə dövlət son illərdə iqtisadiyyatın şaxələndirilməsini prioritet hesab edib. Kənd təsərrüfatı, sənaye parkları, logistika mərkəzləri və turizm kimi sahələrdə müxtəlif investisiya layihələri həyata keçirilib. Bugünkü mövzumuz bu qədər. Sağ olun.